Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Xəzər sahilində helikopter qəzası. Ölənlər rəhbər şəxslər olub xəbər verdiyimiz kimi. Avropa Birliyinin sanksiyalarına məruz qalan Dağıstandakı Qızılyar Elektromexaniki Zavodunun rəhbərlərinin olduğu helikopter Xəzər dənizi sahilində yerləşən kəndlərdən birində qəzaya uğrayıb. Nəticədə 5 nəfər ölüb. Günün xəbərləri Telegraf nəşrinə istinadən xəbər verir ki, hadisə yerindən yayılan kadrlarda KA-226 tipli helikopterin çimərlikdə eniş etməyə çalışdığı, quyruq hissəsi ilə yerə toxunduğu və nəticədə quyruq vintinin qopduğu görünür. Pilot helikopteri yenidən havaya qaldırmağa cəhd edir, lakin idarə etməni itirir və helikopter fırlanaraq yerə düşür. KİV-lərin məlumatına görə qəzanın səbəbi texniki nasazlıq olub. Lakin bu hadisə 2023-cü ildə Wagner qrupunun keçmiş rəhbəri Yevgeni Prigojinin öldüyü helikopter qəzasını xatırladır.